2 dənə də Kinderin Stranger Things kolleksiyasından var məndə. Bilirsiniz ki, çox almışdım, bəzilərini hədiyyə verdim, bəzilərini açdım. Keçən dəfə bunlar çıxdı məndən. Biri budur. Bu da bildiyim qədərilə rare imiş, yəni ki, gec tapılan. Bir də belə bir şey çıxdı. İndi gəlin bir yerdə bunları açaq. Bu arada bu sizə salam verir. Yox, bu videoda elə görsənir ki, barmağı nəsə pis şey göstərir, amma bir göstərir. Nəysə, gəlin açaq. Bu hansıdır? Uşaqlar adlarını bilmirəm. Keçən dəfə yazdınız ki, baxmayan almasın da. Mən əslində birinci sezonuna baxmışam. Amma adlar yadımdan çıxıb. Bilmirəm, bu rare-dirmi, yoxsa deyilmi? Bu çıxdı. Bu hansıdır? Çətin mi tapılır, asan mı tapılır? Rəylərdə yazın. İkisini açaq. Bu da həminki. Eyni şey çıxdı. Bilmirəm, bu yaxşı əlamətdir, yoxsa pis əlamət. Belə, bu şəkildə. Bunları ailəmdəki uşaqlar var, onlara hədiyyə verəcəm. Çünki onlar da Stranger Things fanatıdır. Bunu da qeyd edeyim ki, İspaniyadakı McDonald's-a Stranger Things kolleksiyası gəlib. İnşallah Azərbaycana da gələr, gəlsə mütləq gəlib çəkib paylaşacağım. Səhifəmi izləmirsinizsə izləyin.